Deyəcəksiniz ki, səhər tezdən hara gedirsiniz? Deyəcəm Qaranoğra, heç təəccüblənməyəcəksiniz. Burada nəinki biz, yüzlərlə insan Qaranoğra getmək üçün yığışmışdı. İlk dayanacağımız Şamaxı oldu. Hamı səhər yeməyi yedi, istəyən öz yeməkləri ilə, istəyən restoranda. Daha sonra yola davam edib, sonra isə gəlib çatdıq əsas nöqtə olan Talıstan dağlarına və yürüyüşümüz də elə burada başladı. Ümumilikdə gölə çatmaq üçün 2 saat yarım yol qət etdik. Bu işarə düz yolda olduğumuzu göstərir. Bu yolun təqribən mənə görə ilk yarım saatı düz yollar, növbəti 1 saat qayalıqlı, amma yenə də düz yollar, ancaq sonrakı 1 saat isə sırf dırmaşmaqdan ibarət idi və bura çatanda artıq biz başa düşdük ki, əsl yol burada başlayır. Yaxşı ki, biz günəşli gündə getmişdik və beləliklə daha az palçıq vardı, yoxsa bu yollar heç cürə qalxmaq mümkün olmazdı. Həqiqətən də belə göründüyünə baxmayın, olduqca çətin idi. 1 saat durmadan təhlükəli yerlərdən keçirsən və nəhayət gəlib çatdıq o möhtəşəm mənzərəyə. Mənzərəyə dəyərmi? Dəyər. Burada kimsə gitar ilə oxuyurdu, kimsə çay qaynatmışdı, kimsə kabab çəkirdi və bu möhtəşəm mənzərənin dadını çıxardıq. Burada əsl yarpaq yağışı idi. Evə qayıtmaq vaxtı idi. Yolda çay fasiləsi verib musiqilərlə evə çatdıq.